Sabah Qədirxum bayramıdır. Bu gecə bayram gecəsidir. Hər birinizi bu mübarək bayram münasibəti ilə təbrik edirəm. Allah bu günün fəzilətini dərk eləməyi bizə nəsib eləsin inşallah. Yaxşılıqlardan, fəzilətlərdən çox danışılır. Bu məsələdə böyük bir səhv nədən ibarətdir? Ki, hamı təxminən çox adam bu səhvə yol verir. Yaxşılıqlardan çox danışılır. Amma onların praktiki əhəmiyyəti yoxdur, vurğulanmır. Mövzu bugün dinin və fəzilətlərin funksionallığıdır, icrasının mümkünlüyüdür. Əgər bunun yolunu tapmasaq, din nəsihətlər toplusu olacaq və icra olunmayacaq. Allah bu günə nə qədər önəm verir sabahki günə? Bilək ki, bu əzəmətli bir gündür, çox böyük bir gündür. Allah çox önəm verir. Bu gün həmin gündür, sabah Qədirxum günü, həmin gündür ki, Peyğəmbər bəşəriyyətə elan edib. Bir səhrada bəşəriyyətə xitabən, əyyuhən nas, müraciət belədir, ey insanlar, deyib burada olanlar olmayanlara çatdırsın. Yəni nəsildən nəslə ötürülsün, insanlığa çatdırır. Mən kuntu Mevla, fəhaz aliyyum Mevla. Hər kimin Mevlası mənəm, Əli də onun Mevlasıdır. Sonra nə gəlir? Quranda elə ayələr gəlir ki, heç vaxt gəlməyib. Əl-yevm yəisəllədinə kəfəru min dinikum. Bugün, məhz bugün kafirlər dininizdən məyus oldular. Yəni, siz bu sözə baxsaz, kafir sənin dinindən məyus olmağı nədir? Yəni, deyir ki, vəssalam, bunlar uduzduq. Kafir belə deyir. Mümkün deyil də. Mümkün deyil. Niyə görə kafirlər bugün dininizdən məyus oldular? Cihad ayəsi gəlib? Yox. Cihad ayəsi gəlməyib. Vilayət tanıtdırılıb. Ona görə onlar deyir ki, vəssalam, icra olunacaq, bunun qabağını almaq mümkün olmayacaq. Hey gəlir əl-yevm, bugün, Quranda bax belə gəlir. Əl-yevm əkməltu ləkum dinəkum, bugün dininiz kamil oldu. Və ətməmtu aleykum ni'məti, bugün neymətimi sizə tamamladım. Nə olub bugün ki? Nə olub, nə baş verib? Həccə getdik, din kamil olmadı. Namaz qıldıq, din kamil olmadı. Əxlaq ayələri gəldi, din kamil olmadı. Cihad ayələri gəldi, şəhidlik ayələri gəldi, din kamil olmadı. Heç yerdə demədi, bir dənə burada dedi ki, bugün din kamil oldu. Çünki bütün bu saydıqlarım burada icra olunur. İcrası mümkün olmayandan sonra mənası nədir ki? Bir kağız parçasıdır, icrası mümkün olmayandan sonra.